Hər vaxtınız xeyir olsun dəyərli şagirdlər. Dəyərli 4-cü sinif riyaziyyat dərsindən test 37 yeni nəşrlərdə, köhnə nəşrlərdə isə test 28-in, yəni dördbucaqlılar mövzusuna aid olan testin izahına baxırıq. Birinci sualda bizə deyir: eni 36 metr, uzunluğu 48 metr olan bağın ətrafına və künclərinə hər 4 metrdən bir ağac əkildi. Bağın ətrafına neçə ağac əkildi? Düzbucaqlı şəklindədir demək ki bizim bağımız və burada olan ağacların sayını tapmağımızı istəyir. Biz ilk növbədə düzbucaqlının perimetrini taparıq. Sonra ağaclar arasındakı məsafəyə bölərik, ağacların sayını taparıq. Düzbucaqlının perimetrini tapanda enlə uzunluğu toplayıb vururuq 2-yə. 36 üstəyənsin 48 vurulsun 2. Bu da eləyir 168. Düzbucaqlının perimetri 168 metrdir. Və burada hər 4 metrdən bir, yəni 168 metrin içərisində hər 4 metrdən bir ağaclar əkilib. 168-i də 4-ə bölürük, ağacların sayını tapırıq. Bu deyilir 42. Cavab D variantı. İkinci sual. Perimetri 96 cm olan kvadratı 2 bərabər hissəyə ayırsaq, hər hissənin perimetri neçə olar? Əgər perimetri 96 cm-dirsə, kvadratın ilk növbədə tərəfinin uzunluğunu taparıq. Kvadratın tərəfini tapmaq üçün perimetri bölürük 4-ə. 96-nı 4-ə böləndə düşür 24 cm. Yəni kvadratı hər tərəfi 24 cm-dir. 4 tərəfi var və hər tərəfi 24 cm-dir. Bunu 2 dənə bərabər hissəyə ayırırlar. 2 bərabər hissəyə ayıran zaman ortadan bir ayırma xətti çəkək. Bu zaman yəni kvadratdan 2 dənə düzbucaqlı əmələ gəlmiş olur. Həmin düzbucaqlının uzunluğu elə kvadratın uzunluğuna bərabərdir. Yəni bu hissə həmin düzbucaqlıların uzunluğu elə kvadratın öz uzunluğuna bərabərdir. Yəni 24 cm-dir. Amma düzbucaqlıların eni fikir verirsinizsə, düzbucaqlıların eni kvadratın uzunluğunu 2 hissəyə bölməklə yarandı. Yəni hər düzbucaqlının eni 12 cm-dir. Burada 12 cm-dir, burada 12 cm-dir. Hər hissənin perimetrini istəyir bizdən. Onda biz, məsəl üçün bu, yəni zaten özü də bunların perimetri bərabər olacaq. Məsələn, bu düzbucaqlının perimetrini tapmaq üçün nə edərik? Dedik ki, düzbucaqlının perimetrini tapanda enlə uzunluğu toplayırıq, vururuq 2-yə. Və bu düzbucaqlımızın uzunluğu gördüyünüz kimi 24'dür. Eni isə dedik ki, 24'ü 2-yə böldük, 12 elədi. Toplayıb vuracaq 2-yə. O da eləyəcək 72 cm. Yəni C variantı. Üçüncü sualda deyir ki, düzbucaqlını hər birinin perimetri 48 cm olan 7 bərabər kvadrata ayırdılar. Əvvəlki düzbucaqlının perimetrini tapın. Deməli, düzbucaqlı çəksək əgər biz, bir dənə düzbucaqlı gəlin çəkək. Deyir ki, bu düzbucaqlının hər birinin perimetri 48 cm olan 7 dənə bərabər kvadrata ayırıblar. Aşağı hissəsini biraz ölçüsünü azaldım. Yenidən çəkim. Belə bir düzbucaqlıdır. Görürsünüz ki, bu düzbucaqlıdır. İçərisində 7 dənə, yəni bərabər perimetrlərə bərabər olan 7 dənə kvadrat var. Və bir dənə əgər kvadratın perimetri 48 cm-dirsə, onda bu kvadratın tərəfi, əvvəlcə tərəfini tapaq. Baxaq görək kvadratın, bir kvadratın tərəfi nə qədərdir? 48-i bölərik 4-ə. O deyilir 12 cm. Yəni bu kvadratın tərəfi 12 cm-dir. Bizdən ən sonda düzbucaqlının perimetrini tapmağımız istəyir. Düzbucaqlının perimetrini tapmaq üçün bizə en və uzunluq lazımdır. İndi başa düşürük ki, artıq biz kvadratın tərəfini tapmaqla, bir kvadratın tərəfini tapmaqla, həm də düzbucaqlının enini tapmış olduq. En bərabərdir 12 cm. Biz düzbucaqlının uzunluğu nə qədərdir? Fikir versəniz görərsiniz ki, düzbucaqlının uzunluğu 7 kvadratın 7 dənə, yəni 7 kvadratın 7 dənə tərəf birləşib düzbucaqlının uzunluğunu yaradıb. Bir kvadratın da tərəfi axı 12 cm-dir. Yəni burada hər kvadratın tərəfi 12 cm-dir onda. Və 7 kvadrat iştirak edir bu düzbucaqlının uzunluğunun yaranmasında.
onda düzbucaqlının uzunluğunu tapmaq üçün bir kvadratın tərəfini 7-yə vuraram. O da eləyəcək 84 sm. Deməli, belə çıxır ki, en 12 sm, uzunluq 84 sm. Perimetrini tapmaq üçün 12-nin üstünə 84 gəlirik, vururuq 2-yə. Bu da eləyir 192 sm. Dördüncü sualda bizə deyir ki, uzunluğu 75 metrini 54 metr olan düzbucaqlı şəklində bağın daxilində hər tərəfdən 2 metr enində gül zolağı əkilmişdir. Bağın qalan hissəsinin perimetrini tapın. Deməli, bizim bağımız düzbucaqlı formasındadır. Bağımızın uzunluğu 75 metrdir. Eni isə 54 metrdir. Və bağın hər tərəfindən 2 metr məsafəsində, yəni gül zolağı əkilib. Bu nə deməkdir? Yəni soldan da 2 metr gedir, sağdan da 2 metr gedir. Yəni uzunluqdan, bağın uzunluğu 75 metrdir. Həm sağdan, həm də soldan 2 metr gedir. 4 metr ümumi azalma baş verir. Onda yeni uzunluğumuz olacaq 71 metr. Yeni uzunluğumuz 71 metr. Eyni zamanda endən də yuxarıdan da 2 metr gedir, aşağıdan da 2 metr gedir. Çünki deyir ki, deməli, hər tərəfdən 2 metr enində gül zolağı əkilib. Deməli, aşağıdan da en hissədən də hər tərəfdən sağdan və solda, yuxarıdan və aşağıdan 2 metr gedir. Yəni, enimiz 54 metr idi. Ümumi 4 metr azalma baş verir. 54-dən 4 çıxırıq. Yeni enimiz olur 50 metr. İndi qalan bağın ölçüləri uzunluğu oldu 71 metr, en oldu 50 metr. Perimetrini tapmaq üçün nə edirik? 71 üstə gəl 50, en üstə gəl uzunluq vurulsun 2, o da edir 242 metr. Yəni şəkil olaraq da çəksək, bağımız düzbucaqlı formasındadır. Uzunluğu 75 metr idi dedik. Eni də 54 metr idi. Hər tərəfdən 2 metr məsafədə, yəni belə çıxır ki, yəni bu hissədən də 2 metr azalır. Bu hissədən də 2 metr azalır. Ümumi 4 metr azalma baş verir. Onda yəni bu hissənin uzunluğu qalır 71 metr. Və endən də, en hissədən də hər tərəfdən 2 metr azalma baş verir. Onda buradan da 2 metr, buradan da 2 metr. 54 metrdən 2 metri çıxırıq, 4 metri çıxırıq, bura qalır 50 metr. Yəni biz bu indi qalan hissənin perimetrini tapmalıyıq. Və 71 ilə 54-ü toplayıb vururuq 2-yə. 50-ni daha doğrusu toplayıb vururuq 2-yə. 5-ci sualda deyir ki, perimetri 42 cm olan bərabər tərəfli 7 bucaqlının hər tərəfi üzərində tərəfi üçbucağın tərəfi ilə eyni olan kvadratlar qurulmuşdur. Bu sualda səhvlik var. Yeni nəşrlərdə burada 7 bucaqlı sözünün əvəzinə bərabər tərəfli üçbucaq sözü yəni artıq qoyulub. Yəni bir də oxuyuram məsələni. Perimetri 42 cm olan bərabər tərəfli üçbucağın hər tərəfi üzərində tərəfi üçbucağın tərəfi ilə eyni olan kvadratlar qurulmuşdur. Alınan fiqurun perimetrini tapın. Deməli, bərabər tərəfli üçbucağın perimetri 42 cm isə tərəfin uzunluğunu tapmaq üçün 42-ni bölərik 3-ə. Bu da eləyəcək 14 cm. Deməli, üçbucağın tərəfi 14 cm-dir. Bir dənə də üçbucaq çəkək. Üçbucağın tərəfi 14 cm-dir. Daha sonra bizə bildirir ki, tərəfi üçbucağın tərəfi ilə eyni olan, yəni kvadratlar qurulub. Yəni həmin o kvadratların da tərəfləri 14 cm-dir. Bu bir kvadrat olsun, hər tərəf 14 cm-dir. Nəzərinizə çatdırım ki, çünki burada elə bir cümlə keçirilir. Tərəfi üçbucağın tərəfi ilə eyni olan kvadratlar qurulub. Bu kvadratları qursaq əgər, yenidən şəkli çəkim, silindi. Kvadratları vurduq və hər biri tərəfi, bildik ki, kvadratların hər birinin tərəfi 14 cm-dir və bizdən alınan fiqurun perimetrini istəyir. Bu fiqurun perimetri nə deməkdir? Yəni perimetri bilirik ki, tərəflərin uzunluğu cəmidir. Və bizə hər kvadratın 3 tərəfi lazımdır. Hər kvadratın 3 tərəfi və ümumi bu fiqurun yaranmasında
Neçə dənə hər kvadratın 3 tərəfi iştirak edir? Bir kvadratın 3 tərəfi eləyir 14-ü vururuq 3-ə, eləyir 42 sm və 42-ni də vururuq 3-ə. Bu da eləyir 126 sm. Yəni D variantı. Daha sonra bizə bildirir ki, düzbucaqlının uzunluğu 72 sm, eni isə bunun 18-də 13 hissəsinə bərabərdir. Və perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın deməli tərəfini tapmağımız istəyir. Düzbucaqlı uzunluğu 72 sm, eni bunun 18-də 13-dürsə 72-ni bölürük 18-ə, vururuq 13-ə. 72-nin 18-də 13-ünü tapırıq. Bu da eləyir, deməli 52 sm. Yəni kvadratın eni belə çıxır ki, 52 sm-dir. Bu endir. Perimetri bu düzbucaqlının perimetrinə bərabər olan kvadratın tərəfini tapın. Düzbucaqlının perimetrini ilk növbədə tapmaq üçün uzunluğu ilə enini toplayaq. Eni 52 sm-dir. Vuraq 2-yə. Çünki axı biz bunu tapmasaq, onda kvadratın perimetrini də tapmış olmarıq. Bizə axı deyir, perimetri düzbucaqlının perimetrinə bərabərdir. Ona görə əvvəlcə düzbucaqlının perimetrini tapaq hələ. 124-ü 2-yə vuraq, deməli 248. Yəni kvadratın düzbucaqlımızın perimetri 248 sm-dir. Onda kvadratın da perimetri 248 sm-dir. Çünki bunların perimetri bərabərdir. Biz kvadratın perimetri veriləndə tərəfini tapmaq üçün nə edərlər? Perimetri bölərlər 4-ə. 248-də 4-ə bölürük, o da eləyir 62. A variantı. 7-ci sualda deyir, kvadratın düzbucaqlının perimetri 74 sm, eni isə 13 sm-dir. Tərəfi bu düzbucaqlının uzunluğuna bərabər olan kvadratın perimetrini tapın. Düzbucaqlının perimetrini verib, enini də verib. Perimetr bərabər 74 sm, en bərabər 13 sm. Daha sonra deyir ki, tərəfi bu düzbucaqlının uzunluğuna bərabərdir. Onda biz düzbucaqlının uzunluğu bilmirik nə qədərdir. Uzunluğu tapaq ilk növbədə. Necə tapa bilərik? Adımıza salırıq. Ümumiyyətlə, bu düzbucaqlının perimetri necə tapılır ki? Perimetri tapanda en uzunluğu toplayıb vururuq 2-yə və perimetri olub 74 sm. Və en bizə məsələdə onsuz da verilib. Onda eni əvəz edək 13 sm-dən. İndi burada uzunluğu tapmaq üçün nə edərik? Geridən hesablama ilə taparıq. 74-ü bölərik 2-yə. Yəni 2-ni digər tərəfə keçirdən 74-ü bölürük 2-yə. Eləyir 37. Uzunluğu da tapmaq üçün 37-dən 13-ü çıxırıq. Eləyir, deməli uzunluq bərabərdir 24 sm. İndi məsələdə deyir, tərəfi bu düzbucaqlının uzunluğuna bərabər olan, deməli belə çıxır ki, düzbucaqlının uzunluğu 24 sm-dir. Onda kvadratın tərəfi də bu düzbucaqlının uzunluğuna bərabərdirsə, onda kvadratın tərəfi 24 sm-dir. Perimetrini istəyir bizdən. Kvadratın perimetrini tapanda nə edirik? Tərəfi vururuq 4-ə. Bir tərəfin uzunluğunu 4-ə vururuq. 24-ü də 4-ə vuranda edir 96 sm. Yəni C variantı. 8-ci sualda deyir, kvadratın tərəfi 19 sm-dir. Perimetri bu kvadratın perimetrindən 22 sm böyük olan düzbucaqlının eni 16 sm-dir. Düzbucaqlının uzunluğunu tapın. Kvadratın tərəfini verib 19 sm. Daha sonra deyir ki, perimetri bu kvadratın perimetrindən 22 sm böyük olan. Onda biz belə çıxır ki, ilk növbədə kvadratın perimetrini tapmalıyıq. Perimetrini tapanda kvadratın tərəfinin uzunluğunu 4-ə vururlar. Bu deyilir 76 sm. Və əgər düzbucaqlının perimetri bunun, yəni kvadratın perimetrindən 22 sm böyüksə, onda kvadratın perimetrinin üzərində 22 gələri eləyəcək 98 sm. Və bu düzbucaqlının perimetridir. Düzbucaqlının eni isə 16 sm verilib. Düzbucaqlının uzunluğunu tapmağımızı istəyir. Biz en veriləndə uzunluğu tapmaq üçün perimetrin tapılma qaydasından istifadə edirik. Enlə uzunluğu vurub toplayıb 2-yə vuranda perimetr alınır. Və düzbucaqlının perimetri dedik ki, tapdıq ki 98 sm-dir. Eni verilib zaten 16 sm. 16 endir. Yəni yerinə qoyuruq. Uzunluğu üzərinə gəliblər.
Vurublar 2-yə, alınıb 96, 98. Yəni uzunluğu x-la da işarə edə bilərik. Gəlin elə x-la göstərək ki, tənlik yolu ilə həll etməyi başa düşəsiniz. Bu tənliyi həll etsək əgər 16 üstəgəl x bərabər 98-i qayıdıb 2-yə bölürük. Eləyir 49. X-i də tapanda 49-dan 16 çıxırıq. Eləyir 33. A variant. Düzbucaqlının uzunluğu 33 cm-dir. 9-cu sualda deyir, tərəfin uzunluğu 53 cm olan kvadrat şəkilli bir bağın bir tərəfinin uzunluğu 12 metr artırılaraq düzbucaqlı şəkildə salındı, alınan bağın perimetrini tapın. Deməli, kvadratın bir tərəfi, yəni bir tərəfi 53 onsuzdan, bir tərəfi uzadılır 12 metr. Olur onda bu düzbucaqlının uzunluğu 65 metr. Eni isə elə kvadratın uzunluğu nə qədər etsə, o qədər də qalacaq. Yəni n də bərabər 53 metr. Niyə? Şəkillə göstərsək, əgər məsələn bir kvadrat çəkək, fərz edin ki, bunun tərəfinin uzunluğu 53 metrdir. Deyir ki, onun bir tərəfi uzadılır. Yəni bir tərəf həmin, məsəl üçün yuxarı hissəni uzatsam, ondan paralel olan aşağında uzatmalıyam da. Uzandı 12 metr. Əvvəl 53 metr idi. İnci 12 metrdə artırıldı. Cəmi buranın uzunluğu neçə oldu? 65 metr. Amma fikir verin, bu düzbucaqlı şəklinə düşdü də, indi yəni belə bir düzbucaqlandı. Bəs bu düzbucaqlının eni da nə qədərdir? Eni elə kvadratın uzunluğu nə qədər idisə, o qədər də qaldı da. Çünki en hissəni biz artırmadıq. Və bizdən perimetrini tapmağımızı istədiyi üçün deməli 65 uzunluğun üzərinə eni gələrik, 53-ü vurarıq 2-yə. Bu da eləyəcək 236 santimetr. Yəni C variantı. 10-cu sualda deyir, kvadratın perimetri 104 cm-dir. Uzunluğu bu kvadratın tərəfinə bərabər olan düzbucaqlının perimetri 80 cm olarsa, enini tapın. Kvadratın perimetri verilib 104 cm. Kvadratın tərəfini tapmaq üçün bərabər, yəni 104-ü bölərik 4-ə. O da eləyəcək 26 cm. Sonra deyir ki, uzunluğu, düzbucaqlının uzunluğu kvadratın tərəfinə bərabərdir. Onda düzbucaqlının uzunluğu demək 26 cm-dir. Eni isə verməyib. Eni x-la göstərək. Perimetri də deyir 80 cm-dir. Perimetri veriləndə düzbucaqlının enlə uzunluğun cəmini tapmaq üçün uzunluq 26-dır. Enimiz x-dır. Enlə uzunluğun cəmini tapmaq üçün perimetri, düzbucaqlının perimetri 2-yə bölünür. O da eləyir 80 böldü 2-yə 40. Buradan da enini tapmaq üçün 40-dan 26-nı çıxırıq, eləyir 14 cm. C variantı. 11-ci sualda bizə deyir ki, perimetri 42 cm olan rombun tərəfi neçə millimetrdir? Bilirik ki, rombun bütün tərəfləri bir-birinə bərabərdir kvadrat kimi. Yəni, perimetri veriləndə tərəfini tapmaq üçün 4-ə bölmək lazımdır perimetri. Və bizdən cavabı santimetrdən istədiyi üçün elə bəri başdan 42 cm millimetrə çevirir. Daha doğrusu millimetrdən istədiyi üçün millimetrə çevirsə eləyir 420 mm. Və perimetri 420 mm-dirsə, bunu 4-ə bölsək, tərəfini tapmaq üçün eləyəcək 105. O da C variantıdır. Daha sonra 12-ci sualda baxaq nədir? Paraleloqramın eni ilə uzunluğunun cəmi 35 cm olarsa, perimetri neçə millimetrdir? Paraleloqramın perimetrini tapanda enlə uzunluğu toplayıb vururlar ki, və cavabı millimetrdən istədiyi üçün enlə uzunluğun cəmi 35 cm verilib. Bunu ilk növbədə millimetrə çevirir, 350 mm enlə uzunluğun cəmi. Və perimetri tapanda enlə uzunluğun cəmini onsuz da 2-yə vururuq. Bu da eləyəcək 350 vurulsun 2, 700 mm. Və cavablarda belə bir variant var, Y variantı. 13-cü sualda deyir ki, tərəfləri bərabər olan paraleloqram necə adlanır? Tərəfləri bərabər olan paraleloqram romb adlanır, Y variantı. 14-cü sualda deyir ki, paraleloqramın perimetri 150 cm olarsa, onun müxtəlif tərəflərinin cəmini tapın. Paraleloqram bilirsiniz ki, bu şəkildə çəkilir və onun perimetrini tapmaq üçün eni ilə uzunluğunu toplayıb 2-yə vururuq. Müxtəlif tərəfləri də, yəni müxtəlif tərəfləri deyəndə bu hissə nəzərdə tutulur. Perimetri verilib 150. 150-ni bölərik 2-yə, eləyəcək 75.
Yəni müxtəlif tərəflərinin cəmi elə 75 santimetrdir Y variantı. Daha sonra 15'də deyir ki, rombun perimetri 140 santimetr olarsa bir tərəfi neçə millimetrdir? Biz də bildirdik ki, rombun bütün tərəfləri bərabərdir. Perimetri verilib, tərəfi soruşulanda perimetri bölmək lazımdır 4-dən, necə ki kvadratda da bunu edirik. Və bizdən cavabı millimetrdən istədiyi üçün 140'ı bəri başdan millimetrə çevirək. Eləyəcək 1400 millimetr, 140 santimetr bərabər 1400 millimetr. 1400 də bölsək əgər 4'ə, eləyəcək 350 millimetr. Cevap D variantı. Vəssalam, mübarək faydalı oldu.